Salamlar, vaxtınız xeyir olsun. Mən Abdüzəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bəzən hər insanın şəxsi həyatında biriləri olur, münasibət qurmaq və s. Amma elələri var ki, onlar əgər çıxıb getməlidirsə, burax getsin. Əgər o qalacaqsa, bir söz deyəcəm sənə, sənin boyu yerə soxum, kül sənin başına. Başqasının dalınca düşəcəksən. Gedirsən cəhənnəmə get, görə get. Rədd ol, heç istəmirəm səni. Və hətta həmən insanlara mənfilərinə qarşı müsbət verildiyi təqdirdə arxayınçılıq yaranır. Vəso, sənə barmağını fırladacaq. Sən it olsan kimisindən. Amma bəs sənin dırnaqarası qürurun var getdi. Və istənilən təqdirdə həmin mənfiyə müsbətlə cavab verilmiş insana daimi olaraq qarşı tərəfi kobuldamalar başlayır. Arxayınçılıq var axı. Bir şey olan kimi utan, sənə ayıb olsun. Daha istəmirəm, yazma kimisindən. Heç insan birbaşa rədd etmək. Ki, getsən. Lazım mı deyilsin? Sən də istəmirəm. Adam mı yoxdur münasibətə qurmağa? Sən kimsən? Sən heç kimsən. Və nəticə etibarıyla da arxayınçılıq bazası formalaşdığı təqdirdə artıq sən bu çevrədən qaça bilmirsən. Çünki onun verəcəyi istənilən cavab, yercəsə sən pissən, sən səhvsən, sən zəifsən, bunu sən götürəcəksən. Niyə? Çünki artıq o getdiyi təqdirdə bunu saxlanıb yolda. Və arxayınçılıq səni pis edər. Çalışın hər zaman bu kimi məqamlardan uzaq olun, mütləq şəkildə. Seanslarımız əyani və onlayn şəkildə davam edir. Qoşulmaq istəyənlər şəxsi mesaj bölməsinə məlumat verə bilər, yaxud suallar olduğu təqdirdə soruşa bilərlər.